Salam əziz şagirdlər, deməli bu sualda bizə ABCD düzbucaqlısı verilib. Verilənlərə əsasən bizdən FB parçasının uzunluğunu tapmağı istəyir. Biz bilirik ki, ABCD düzbucaqlısında düzbucaq təpəsindən gələn hündürlüklər hər birində bərabərdir. Burada yəni A bucağının düzbucaq olduğunu görürük, C bucağının düzbucaq olduğunu bilirik. Onda AY-yə bir H yazsaq, onda FC'yə də H deyə bilərik. Digər tərəfdən biz düzbucaqlı üçbucaqda Evklit düsturunu bilirik. Onda ADB üçbucağında h kvadrat bərabərdir 2 vurulsun. Yəni hipotenuzu ayırdığı hissələr 2 və 4 plus x ayırır. 4 plus x yaza bilərik. Digər tərəfdən də DBC üçbucağında h kvadratı bərabərdir 2 plus 4 6 vurulsun. Deməli x yaza bilərik. H kvadratlarını bir-birinə bərabər etsəm, onda 2 vurulsun 4 plus x bərabərdir 6 vurulsun x yaza bilərəm. Buradan 8 plus 2x bərabərdir 6x yazacağım. Buradan da 4x bərabər 8-ə x-i da 2 tapmış olaram. Deməli cavabımız 2 olur.